qanmazlar başa düşmür ki, bunlardan sonra maşın gözləyənlər də var. Nə gözəl söz. Yəni, Bunlardan sonra maşın gözləyənlər bəli, var. yəni mən gedib təzə maşın alaram, Allah mənə bu imkanı veribdir. Mən 5 ildən sonra satacam. Mən xalqıma satacam axı bunu. Sən niyə 20 bin dolları verdin kutuya ki? Sən niyə 30 bin dollar verdin? Olmazmı ki, hamımız eyni fikrə gələk? Olmazmı ki, bu millət, nətər deyim, mən razıyam, var adamlar var. 100 min maşının qoy 3 mini olsun belə. Ha, kişinin pulu var. 3 min mənə olsa təsirləmir. Amma 97 min mənə təsir edir axı. 3 min öz avantürist fikirləri ilə qoy geçsin. Məsələn, siz deyirsiniz ki, 500 min manata Range Rover alan bir adam düşünməli ki, bunun xərci 20 min olacaq. İndi o başa düşdü, düşmədi, 500 mini var deyə pulu abrın örtür. Düzdür? Düzdür. Ha, amma mən niyə xalqı bu günə qoymalıyam ki? Mənim niyyətim, mənim indiyə qədər çəkdiyim bütün videolar niyyəti dərk eləyənlər üçündür ki, a qardaş, sən evdəki uşağı qorumalısan, a bədbəxt. Siz bugün maşın seçəndə, siz bütün xalqı qoruyursunuz. Millətin resursunu qoruyursunuz. Bizim çox geniş pullarımız yoxdur, biz kasıb ölküyük. Siz bilirsiniz ki, ortalamasına görə dünyada ən çox maşın tez-tez dəyişən ölkələr hansıdır? Yox. Çox qəribə bir statistik olacaq. Birləşmiş Ərəb Əmirlikləri 3,5 yaş ortalama, sonra Qətər 3,7 yaş ya da 4 yaş, Səudiyyə Ərəbistanı. Heç bir maşın istehsalçısı deyil, pulları var. Varımızdır. Nə vaxt ki olacaq o varımız bizim inşallah Allah eləsin, Allah dua eləyək, onda nə ürəyiniz istəyir sürün. Mən nətəri atanı, əqqabı ala bilməyən atanın çöldə uşağı gedib görən futbol oynayır. Mən də onun atasını tanıyıram. Mən onun qulağını nətər burmayım deməyim ki, abala, sənin atan əziyyət çəkir, qayət əqqabı ilə futbol oynamazlar. Nətər deməyim, əqqabı ataları 100 manatdır. Bu maşın 30 min manat daxı. Dərk eləyə bilmirlər. Tam səmimi deyirəm. 1 milyard rəqəm var ha, rəqəm olaraq. 1 milyard. Ölkə əhalisinin 90%-i soruşsan ki, 1 milyard yaz ora yaza bilməyəcək. Bunu yaza bilməyən, bunun çətin iqtisadi fazalardan keçidin və 15 ildəki ziyanı nətər hesablasın? Nətər hesablasın? Mən çox xoşbəxtəm ki, mən bu dalğanın qabağını aldım. Yəni söz nəsil mənasında. Yəni mən sizin kimi insanlara kömək elədikcə siz 5 oldunuz. 5 10 oldu. 10 15 oldu. Deyir YouTuber'dır. Görəsən nə qədər pul qazanır. Bədbəxt. Sizin kimi insanlara təşəkkür eləməlidirlər bunlar ki, məsəl üçün mən sizə adkaz da eləyə bilərəm, düzdür? Ya sizə nə düşüb ki, siz mənə bura çağırırsınız? Mən sadəcə olaraq həqiqətən mən də maarifləndirmək cəhətdən şeylədim. Mən onun üçün çağırmışam. Hətta belə deyim də, mən o çətinliyi gördüm, hansı ki mən özüm seçimdə çətinlik gördüm və düşündüm ki, izləyici